Bəzən elə gəlir ki, biz bu torpağın dəyərini elə də yaxşı tanımırıq. Amma gəlin sizə 3 dənə qeyri-adi faktlar gətirim. Hətta onların içində üçüncü fakt Gəncə ilə bağlıdır və inanıram ki, sizi təəccübləndirəcəkdir. Birincisi, Qobustandakı Qavaldaş. 20 min illik tarixə malik bir daşdır və üstünə vuranda zərb alətinin səsini çıxardır və qədim insanlar bununla musiqi çalırmış. Və dünyada çox nadir bir yerlərdə var bu daşlardan. İkincisi, Azərbaycanda dünyanın ən böyük vulkanları var. 350-dən çox vulkanlarımız mövcuddur. Hətta NASA qeyd edib ki, bu relyef, yəni yuxarıdan baxanda Marsın relyefinə bənzəyir. Yəni biz öz izimizi təkcə burada yox, yuxarıdan da öz izimizi qoymuşuq. Üçüncüsü Gəncə. Dünyanın ən qədim şəhərlərindən biri və burada 1606-cı ildə tikilən bir çökək hamam var. Bu çökək hamamın akustikasını memarlar elə düzəldiblər ki, elə bil ki, sırf elə akustika üçün düzəldiblər hamamı. Plus, Nizami Gəncəvi Avropada Dante və Shakespeare səviyyəsində tanınan bir şairimizdir və onun əsərləri 30-dan çox dildə tərcümə olunubdur. Gör indi nə qədər tarix, nə qədər zənginliyimiz var. Yəni bizim tarix bizim kimliyimizdir. Və sən, yeminlə sən, bu kimliyi bütün dünyaya da tanıda bilərsən. Sağ olun.